Dəyərli həmvətənlər, hər birinizi xoş gördük. Azərbaycan isti yay günlərini yaşayır. Eyni zamanda bu günlərdə Azərbaycan ciddi sosial, siyasi problemlər içərisində qovrulur. Təkcə onu deməyə kifayətdir ki, Avropa Şurasının üzvü olan Azərbaycanda hal-hazırda 328 günahsız siyasi məhbus var ki, onların yeganə günahı, cinayəti Azərbaycanda hökm sürən müstəbid rejimin cinayətlərini ifşa eləməli olub və onların arasında şərlənmiş xanım jurnalistlər, hüquq müdafiəçiləri, müxalifət liderləri, Qarabağ qaziləri yer alıb. Bizim bir Azərbaycanlı insan kimi borcumuz onları hər gün, hər saat, hər dəqiqə diqqətdə saxlamaqdır. Bu yay günlərində adi havanın dəyişməsi, hərarəti bizim canımızı sıxırsa, bir anlıq düşünməliyik ki, belə şəraitdə üzərinə böhtan atılmış insanın həbsxanada vəziyyəti necədir və onun biz şərti azadlıqda olan insanlardan gözləntiləri nə yerdədir. Ona görə çalışmalıyıq, bacardığımız qədər, əlimizdən gələn qədər o dustaqlara mənəvi, siyasi, maddi dəstək olaq. Ailələrin yad eləyək, özlərin yad eləyək. Olduğumuz yerlərdə, istifadə etdiyimiz platformalarda o adamların azadlığa layiq olduğunu car çəkək və tələb edək ki, Azərbaycan hakimiyyəti bu mənfur əməllərindən əl çəkib günahsız insanları zindandan buraxsın. Belə bir işi çox yaxşıdır ki, artıq dünyanın mütərəqqi təşkilatları, nəşrləri edir və bu proqramda onlardan biri haqqında sizə söz açacağam. Son bir həftədə Dövlət Təhlükəsizlik Xidmətində saxlanılan Əli Kərimli və onunla bağlı olaraq Azərbaycandakı ağır siyasi vəziyyət Alman mətbuatının diqqətindədir. Mən ötən proqramlarda onların bir ikisi barəsində sizə məlumat vermişdim. Bugün də elə indi sizlə efirdən danışdığım vaxtda Almaniyanın bir nəşri, Hessische Allgemeine nəşri AXCP sədri Əli Kərimliyə həsr edən böyük bir məqalə dərc edib. O məqalədə həm Əli Kərimlinin, həm onun qızı Sezənin fikirləri yer alıb. İcazənizlə indi o məqaləni sizin üçün oxuyum və sizdən də ricam, xahişim, təmənnam ondan ibarətdir ki, bu məqalə ilə tanış olandan sonra oradakı fikirləri Azərbaycanımız üçün, bizim üçün, hamımız üçün faydalı bilirsinizsə paylaşasınız və kanalın fəaliyyətinə, şəxsən mənim fəaliyyətimə dəstəyinizi ifadə etmək istəyirsinizsə kanala abunə olub bəyəndim düyməsini sıxa bilərsiniz. Alman nəşrinin yazdığı, Hessische Allgemeine nəşrinin yazdığı məqalənin başlığı belədir. Azərbaycan Putinin izi ilə gedir. Mən çalışım o məqalənin görüntüsünü də sizə göstərim. Söhbət bu məqalədən gedir. Davam eləyək. Əli Kərimli Azərbaycanda müxalifətin aparıcı simalarından biridir və 2025-ci ilin sonundan etibarən həbsdədir. Onun qızı hesab edir ki, ölkə getdikcə daha da avtoritar istiqamətə sürüklənir. Səmimi əl sıxmaq diplomatiyanın ayrılmaz hissəsidir. Çərşənbə günü Avropa Komissiyasının sədri Ursula von der Leyen İlham Əliyevlə görüşərkən də belə oldu. Lakin bəzən bu jest fərqli mənalar daşıyır. Bu görüş həmin hallardan biridir. Çünki təbii sərvətlərlə zəngin Azərbaycan təkcə Avropa İttifaqı üçün mühüm iqtisadi tərəfdaş deyil. Eyni zamanda Rusiya ilə sıx əlaqələri də qoruyur. Bundan başqa ölkədə ciddi repressiyalar hökm sürür. Avropa Şurası iyunda Azərbaycanda 328 siyasi məhbusun olduğunu bildirmişdi. Onların ən tanınmışlarından biri uzun illərin müxalif siyasətçisi Əli Kərimlidir. Ona dövlət çevrilişinə cəhd ittihamı irəli sürülüb. Əli Kərimli redaksiyaya göndərdiyi yazılı müsahibəsində həbsxanadakı son dərəcə ağır şəraitindən bəhs edib.
Onun sözlərinə görə Frans 24 telekanalına müsahibə verdikdən sonra ailəsi ilə görüşmək hüququndan məhrum edilib. Həmçinin gündəlik 2 saatlıq açıq havada gəzişmək, radio və televiziyadan istifadə etmək hüququ da əlindən alınıb. Onu terrorçuluğa görə məhkum olunmuş və psixi problemləri olan IŞİD üzvü ilə eyni kameraya köçürüblər. Həmin şəxs hər gecə qəribə və son dərəcə yüksək səslə ayinlər keçirir. Kərimli yazır. Məqsəd tamamilə aydındır. Xüsusi olaraq seçilmiş məhbus vasitəsilə məni yuxusuz qoymaq. Buna baxmayaraq o, Qərbdən Azərbaycanla iqtisadi əlaqələri kəsməyi yox, prinsipial mövqe nümayiş etdirməyi tələb edir. Onun qızı Sezen Kərimli Frankfurter Röşto qəzetinə bildirib ki, Qərb Əliyevin hakimiyyətinin hesablamalarını dəyişməlidir. Əliyev Putinin yolu ilə gedir. Müxalifət liderinin Almaniyadan gözləntiləri nədir? Sezen Kərimlinin sözlərinə görə hazırda Azərbaycan hakimiyyəti düşünür ki, çoxlu sayda siyasi məhbus saxlamağın qiyməti çox aşağıdır. Onun bu hesablaması artıq işləməməlidir. Bunun üçün Qərb açıq şəkildə bildirməlidir ki, belə repressiyalar Avropa ilə daha sıx tərəfdaşlıq üçün uyğun deyil. Əgər repressiyaların real siyasi və iqtisadi qiyməti olsa, hakimiyyət davranışını dəyişəcək, deyə Əli Kərimlinin qızı bildirib. Ursula von der Leyen bu mövzuda hansısa irəliləyiş əldə edibsə, İlham Əliyevlə görüşdə, bunu yalnız qapalı görüşlərdə edib. Çünki mətbuat qarşısında o əsasən investisiyalardan danışıb. Tənqidin harda və necə səsləndirilməsi həmişə diplomatik baxımdan həssas məsələdir. Xüsusilə Azərbaycan neftinin Avropa İttifaqı üçün əhəmiyyətli olduğu bir vaxtda. Sezen Kərimli hesab edir ki, enerji əməkdaşlığı əslində Əliyevin yox, Avropanın əlində təzyiq vasitəsidir. Azərbaycan iqtisadiyyatı demək olar ki, tamamilə neft və qaz ixracından asılıdır. Avropa bazarını əvəz etmək isə mümkün deyildir, deyə o bildirib. Əliyev ailəsi 1969-cu ildən hələ Sovet dövründən etibarən demək olar ki, fasiləsiz hakimiyyətdədir. Heydər Əliyev uzun illər Sovet İttifaqının rəhbərliyində yüksək vəzifələr tutduqdan sonra 1993-cü ildə prezident oldu. 2003-cü ildə isə oğlu İlham Əliyev əvvəl baş nazir, sonra prezident vəzifəsinə gətirildi. Amnesty International bildirir ki, Əliyev hökuməti ölkədə bütün etiraz formalarını boğur. Təşkilat siyasi məhbusların mövcudluğunu, geniş yayılmış işgəncə və pis rəftar hallarını sənədləşdirib. Sərhədsiz Reportyorlar Təşkilatının mətbuat azadlığı indeksində Azərbaycan 171-ci yerdədir. Bu göstərici ilə ölkə Rusiyadan bir pillə yuxarı olsa da, Belarus və Venezueladan geri qalır. Əli Kərimlinin sözlərinə görə hazırda 30-dan çox jurnalist həbsdədir. Son vaxtlar jurnalistlər və blogerlər haqqında 15-16 ilədək həbs cəzaları çıxardılır. Əli Kərimli Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədridir. Human Rights Watch bildirir ki, hakimiyyət 2025-ci ildə AXCP-yə qarşı təzyiqləri daha da gücləndirib. Əli Kərimli 2025-ci ilin noyabrın sonunda evində saatlarla davam edən axtarışdan sonra həbs olunub və hələ də istintaq təcridxanasındadır. Ona dövlət çevrilişi hazırlamaq ittihamı irəli sürülüb. Qızı Sezen Kərimli bu ittihamı gülünc adlandırır və atasının ömürlük həbs cəzası ala biləcəyindən ehtiyat edir. Amnesty International onun həbsini Azərbaycanda avtoritar idarəçiliyin daha da möhkəmlənməsinin növbəti sübutu sayıb. Əli Kərimli Almaniya və digər demokratik ölkələri Azərbaycanla əməkdaşlığa davam etdirməyə çağırır. O hesab edir ki, bu əməkdaşlıq insan hüquqları, demokratiya məsələlərinin açıq şəkildə gündəmə gətirilməsi ilə müşahidə olunmalıdır.
Onun sözləri ilə Almaniya Əliyev ailəsinin deyil, Azərbaycan xalqının dostu olmalı və öz demokratik dəyərlərinə sadiq qalmalıdır. Əli Kərimli Azərbaycanın və qonşu ölkələrin gələcəkdə Avroatlantik ailəyə inteqrasiya etməsini və Rusiyanın təsir dairəsindən çıxmasını arzuladığını bildirib. Lakin hazırda vəziyyət bunun tam əksini göstərir. Azərbaycan Rusiyaya sanksiyalardan yayınmağa kömək edir. Sanksiya altında olan Rusiya neftinin yenidən ixracında iştirak edir və Ukrayna mediasının məlumatına görə dövlət şirkəti Azərsilah vasitəsilə Rusiya ilə birlikdə silah istehsal edir. Bundan əlavə iki ölkə arasında müttəfiqlik müqaviləsi də hələ də qüvvədədir. Sezen Kərimlinin fikrincə, Bakı ilə Kremlin yaxınlığının əsas səbəbi hər iki hakimiyyətin öz iqtidarını qorumaq marağıdır. Azərbaycan müxalifətinin bir hissəsinin ümidləri Amerika Birləşmiş Ştatlarına bağlıdır. Donald Trump administrasiyası Belarusda bir sıra siyasi məhbusların azad edilməsinə nail olmuş və bunun müqabilində müəyyən iqtisadi güzəştlər təqdim etmişdir. Lakin ABŞ vitse-prezidenti J.D. Vance'in fevralda Bakıya səfəri zamanı insan hüquqları məsələsi açıq şəkildə gündəmə gətirilməmişdi. Əvəzində tərəflər strateji tərəfdaşlıq sazişi imzalamışdılar. Əli Kərimlinin qızı ölkədəki vəziyyəti belə təsvir edir. Məni ən çox sarsıdan adi Azərbaycanlıların qorxu içində yaşamasıdır. Onun sözlərinə görə sosial şəbəkədə yazılan sadə bir paylaşım belə insanın polis tərəfindən təqib olunmasına səbəb ola bilər Azərbaycanda. Jurnalistlər və fəallar həbs edilir, uzun müddətli azadlıqdan məhrum etmə cəzaları alırlar. Məhkəmələr bəzən terrorçulara və ağır cinayət törətmiş şəxslərə 7-8 il həbs cəzası verirlər. Amma jurnalistlərə və vətəndaş cəmiyyəti nümayəndələrinə artıq 15-16 il həbs hökmü çıxarılır. Sezen Kərimli hesab edir ki, bütün bunların nəticəsində insanlar siyasi həyatda iştirak etməyin hər şeyi itirmək riski daşıdığına inanırlar. Əli Kərimlinin fikrincə İlham Əliyev getdikcə daha sərt repressiyalar tətbiq edir ki, insanlar qorxsun, sussun və seçki yolu ilə hakimiyyət dəyişikliyini tələb etməsinlər. Əli Kərimli demokratik hakimiyyət dəyişikliyi üçün belə bir yol təklif edir. 1. Bütün siyasi məhbuslar azad edilməlidir. Seçki qanunvericiliyi qərb standartlarına uyğunlaşdırılmalıdır. Dövlət mərhələli şəkildə demokratikləşməlidir. Nəhayət, bundan sonra azad və ədalətli seçkilər keçirilməlidir. Əli Kərimli əlavə edib ki, bu prosesə mane olan dövlət məmurlarına qarşı beynəlxalq sanksiyalar tətbiq edilməlidir. Sezen Kərimli vurğulayıb ki, Azərbaycanda müxalifətin heç vaxt normal fəaliyyət göstərmək imkanı olmayıb və illərdir ciddi təzyiqlərə məruz qalır. Onun sözlərinə görə repressiyalar ölkə sərhədlərini də aşır. Xaricdə yaşayan Azərbaycan hökumətini tənqid edən şəxslərə qarşı qiyabi məhkəmə hökmləri çıxarılıb, ABŞ-da hökumət tənqidçilərinə qarşı hücumlarla bağlı məlumatlar yayılıb. Bu fenomen beynəlxalq hüquq ədəbiyyatında transmilli repressiya adlanır deyə Alman nəşri bugünkü məqaləsində göstərilib. Hörmətli tamaşaçılar, bir daha xatırladım ki, tanış olduğunuz məqalə bugün Almaniyanın bir nəşrində dərc olunub. Sizdən ricamız, xahişimiz ondan ibarətdir ki, siz də bu məsələlərə laqeyd qalmayın, olduğunuz çevrədə, sosial hesablarınızda bu məlumatları paylaşıb müzakirələrdə iştirak edin. Sağlıqla qalın, növbəti proqramda görüşənə qədər.